Qarşıma bir TikTok səhifəsi çıxdı və TikTokda canlı açan bir nəfər çıxdı və hüquqi məsləhətlər verir və adam vəkil deyil, hüquq şirkətinin rəhbəri kimi təqdim edir. O kommentariyalarda mən gördüm ki, bir nəfər yazdı ki, siz vəkilsiz, bu dedi, yox, mən vəkil deyiləm, amma mənim vəkillərim var. Reaksiya verdim təbii ki, mən orada yazdım ki, sizin necə vəkilləriniz ola bilər? Siz özünüz vəkil deyilsiniz. Nə deməkdir? Siz büro müdürüsünüz, deyirsiniz ki, mənim vəkillərim var. Mən ona dedim ki, siz deyə bilərsiniz ki, mən vəkillərlə əməkdaşlıq edirəm. Mən cinayət işləri üzrə ixtisaslaşmışam. Cinayət işində opis deyirlər, o sənədlərin siyahısını heç həyatında bir dəfə də olsun görməyən insan və vəkil işləməyən insan necə cinayət işlərini mükəmməl bilə bilər? Bu absurddur. Hüquqçu adlandıran şəxslərin toruna düşməyəsiniz. Yaxınlarda belə biri var idi, özünü hüquq şöbəsi rəhbəri kimi təqdim edirdi və onu dələduzluq ittihamı ilə məsuliyyətə cəlb etdilər. Vətəndaşlar, ehtiyatlı olun, dələduzların qurbanı olmayın.